İllik təhsil haqqı 16.000 manat olan liseydə artıq müəllimlərə idraç deyil, güllə dərsi keçirilir. Orta aylıq əmək haqqının 600-800 manat olduğu ölkədə övladını illiyi 16.000-lik məktəbə qoyan valideynin məlum olmayan halal qazancı bugün müəllimin boğazına güllə kimi saplanır. Deyirlər uşağın atası Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavinidir. Millətin zibilini təmizləyənlərin övladı məktəbi qan gölünə çevirir. Dövlətin büdcəsini talamaqla alınan o uşağın bahalı çantasının içində qələm deyil, sökülüb yığılan tüfək gəzirsə, deməli o evdə uşaqlara kitabdan yox, razborkalardan bəhs edilir. Biz məktəbləri repetitorxanaya, uşaqları isə test işləyən robotlara çevirdik. Müəllimi maaşlı qul, şagirdi isə müştəri hesab edən özəl lisey mexanizminin təhsil nəticəsi budur. Tənəffüsü kəsib uşağın beynini düsturlarla doldurmaq olar. Amma mənəviyyatı boş qalan uşaq o boşluğu nifrətlə, silahla doldurur. Müəllimə atılan güllə əslində ölkə təhsilinin saxta inkişaf nağıllarına atılıb. İdrakınızı oyadın ya da o qanda boğulun. Düşünməyə 59 saniyəniz var. Rica edirəm ki, videoları bəyənib səhifəni təqib edəsiniz.